WhatsApp'ıma yazmışdı. Biri Qazi idi, şəkili də var məndə telefonda. Ayağı yoxdur. Dedim maşın istəyirəm. Dedim qardaşım, kim sənə deyirsə mənim maşın bazarım var, yalan deyib, öz başladı gülməyə. Amma mən səni elə bir yerə yönləndirirəm ki, iriyyətli qardaşlarımızın üstünə, onlar sənə maşın verəcək. Sonra gördüm video çəkir ki, Moskvada sənin verdiyin nömrələrdən biri qardaşlardan dedi ki, cənətdə sənsin maşın, bəs sənin ayağın zadın yoxdur, necə eləyərsən? Dedi, protez də alıb verəcək. Dedim, Allah qardaşımızın canı sağlamaq etsin, adını çəkmə ehtiyac yoxdur. Bax, elə bunun özü bir təbliğatdır. Valla, and ola Təşəkkür deyəm, edirəm. Allahımıza, and ola atamın qəbrinə. Dünən alazı var, size sürəcəm inşallah. Mənim telefonumdadır. O oğlan yazıb. Dünən də mən yazırdım, mən də dedim ki, qardaşım, mən maşın bazarım yolladım, mən sonra biraz zarafat elədim oldu. Nə maşın, sən neysən maşını, sən məndən qız istəyirəm, subaysan, gedək maraqlana, bir dənə qiriyyətli qız alaysan, evləndirəysən inşallah.